Space xəbərə baxırsınız, işçilərinin həyatını ölümə atan tikinti şirkətlərindən danışacağıq. Paytaxt ərazisində tikilməkdə olan çoxmərtəbəli binaların əksəriyyətində işçilərin təhlükəsizliyi təmin edilmir. Göyün 7-ci qatında təhlükəli vəziyyətdə çalışan işçilərin əksəriyyəti heç təhlükəsizlik qaydalarının nədən ibarət olmasından belə xəbərsizdir. Əməkdaşımız Rəşad Vəkiloğlu tikintidə təhlükəsizlik qaydalarının pozulmasından danışacaq, bərabər izləyək. Hündür mərtəbəli binanın tikintisində çalışan bu işçilər özləri də bilmədən həyatlarını ölümlə üz-üzə qoyurlar. Görüntülər Nizami rayonu Qaraqaray prospekti ərazisində tikintisi davam edən binalardan birindəndir. Bu tikinti ərazisində işçilər öz həyatlarını təhlükə ataraq çalışırlar. Göründüyü kimi heç bir qoruyucu vasitələrdən istifadə etmədən yüksək mərtəbələrdə çalışırlar. Bu həm onların həyatı üçün təhlükəlidir, həm də elə əmək qanunvericiliyinə görə qadağandır. Təhlükəsizliyinizi qorumaq birinci özü üçün önəmlidir. Elədir. Niyə qorumursunuz? Qoruyur, necə qorumur? Kaçkadır, qoyur, remendir. Sizə göstərə bilərsiniz. Bağladınız. Yuxarıda Hüquqlarının pozulması bir yana, əksər işçilər əməyin mühafizəsi qaydalarının nədən ibarət olmasından belə xəbərsizdirlər. Hələ tikintidə işləyənlərin əksəriyyəti işlədiyi şirkətin adını belə bilmir. Buradadır da, külək atır yerə, ona görə də çıxadıb qoyuruq yanımıza. Heç bir problem yox. Təhlükəlidir həyatınız üçün. Yox, heç bir burada yanımızdadır da, görsən ki, o yanımızdadır. İşçilərin həyatının təhlükə ilə üz-üzə qaldığı növbəti tikinti meydançası Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində tikintisi davam edən çoxmərtəbəli binadandır. Təhlükəsizlik cədvəlinə nə vaxt qol çəkmisən sonunda? Elə bu yaxınlarda. Təkcə işçilər deyil, burada tikintiyə cəlb olunan ağır tonnajlı texnikalar belə ərazidə təhlükəyə çevrilib. Növbəti tikinti ərazisi və burada da işçilərin həyatı təhlükəyə atılmaqdadır. Hansı ki, işçilər yalnız bizi gördükdən sonra qoruyucu vasitələrdən geyinməyə çalışdılar. Hansı ki, ərazidə ağır tonnajlı kran çalışır. Bizi görəndən sonra başınıza dəbir qanı qoydu. Qoymuşdu. Valla mənim qolqodu külək oradan vurdu aşağı saldı. Aşağıda eyni düşür. Çəkdirirlər. Deməli, siz üçün nə təhlükə olsa ona özünüz cavab deyirsiniz. Düzdür? Təhlükə olanda məsələsi əlbəttə. Maraqlıdır. Təhlükəsizlik qaydalarına riayət olunmadan əməyə cəlb olunan bu usta və fəhlələrin təhlükəsiz əmək şəraitində işləmələri üçün şərait yaradılmır, yoxsa işçilər özləri məsuliyyətsizlik edirlər? Tikinti ərazisinə daxil olursa olan təhlükəsizlik kimi Özlərinin siz qol çəkdirmirsiniz. yox, Öz qol çəkdirirsiniz. biz öz işçilərimizə qol çəkdirdik. Bizim Müqaviləni göstərin görək. Yoxdur. mən onu tapmaq üçün 1-2 saat keçirdik. Yox. Bəs aidiyyəti dövlət qurumları, bəzi tikinti şirkətlərinin, MTK-ların bu özbaşınalığına və tikinti normativlərinə riayət etməməsinə necə nəzarət edir? Əgər nəzarət edilirsə, bu kimi qayda pozuntularına az qala hər küçədə tikilməkdə olan binalarda niyə rast gəlinir? Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən əmək funksiyasının özünü və başqa işləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və xüsusi ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrini istifadə etmək əməyin mühafizəsi üzrə işçilərin vəsaitlərinə aiddir. İşgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir. Məlumat üçün bildirək ki, işgötürənlər tərəfindən işçilərin sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi halları aşkar edildikdə bu qaydaları pozanlar üçün 700 manatdan 1500 manata kimi cərimə nəzərdə tutulub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.